Salamlar, mən bugün sizlərə dünən keçirilmiş buraxılış sınaq imtahanından dəyər yayımlarının ingilis dili suallarının izahını bölüşəcəm. Deməli, başlayıram 5-ci sualdan. 5-ci sualda yerlik halla bağlı düzgün cümlələri seçməyimizi istəyir. Birincidə biz apostrof S-dən sonra ing görürük. Bu yerlik hal ola da bilər, olmaya da bilər. Əgər cümlədə başqa bir feil varsa, həmin ing yerlik haldır. Lakin bu cümlədə də olduğu kimi başqa feil yoxdursa, deməli həmin söz özü feildir və bu cümlədə, yəni həmin apostrof S olan hissə yerlik hal deyil. İkincidə biz ümumi canlı ismin apostrof S ilə yerlik hala keçdiyini və özündən sonra isim gəldiyini görürük. Elə məhz bu yerlik hal olacaq. 3-də it is yerlik hal deyil, to be feili isdir. 4-də cümlənin sonunda at hissəci ilə gəldikdə məkan bildirir və özündən sonraki home, house, office kimi sözlər ixtisara düşür. Apostrof S-də düzəlib deyə yerlik haldır. Very apostrof S-dən sonra birbaşa gəlirsə yerlik hal deyil. Doğru cavab C. 6-da planet adı heç vaxt article-la işlənmir. Ya D ya C-dir doğru cavabımız. Largest isə sifətin süni dərəcəsidir və D article ilə işlənir. Cavab olacaq D variantı. Deməli 7-də biz baxırıq ki, ya it is yazmalıyıq. Bir dəqiqə. Biz ya it is yazmalıyıq, ya da it's yazmalıyıq. İkisinin fərqi nədir? Bu to be feillidir. Yəni qısaldılmışıdır. Özündən sonra article və yaxud sifət gələ bilər. Bu isə özündən sonra birbaşa isim istəyir. Və bizim də birinci tərəfdə artiklımız olduğu üçün it is yazılıq, ikinci tərəfdə birbaşa isim olduğu üçün it's yazılıq. Yəni doğru cavab burada biz deməli gördük ki, B variantındadır. 8-də pay attention to something. Söz önü əzbər mövzudur. 9-da keçmiş sadə zaman göstəricisi var və and var. Yəni hər ikisi eyni anda baş verdi. Here feili də qaydasız feildir, keçmiş sadə zamanda heard. Deməli, keçmiş zamandadır cümləmiz. Could to ilə işlənmir, was able-ın to'su yoxdur. Can və am able indiki zamanda doğru cavab A-dır. Tələsir, qatar stansiyanı tərk etmək üzrədir. Qatar üçüncü şəxsin təkindədir. Adları çıxaq. To'su yoxdur. Keçmiş zamandadır. İndiki əmr cümləsi indiki zamanda olur həmişə və təkdədir. Qatar sözü is about to. Tomorrow varsa biz gələcək zaman qoymalıyıq, lakin if-dən sonraya qoymuruq. Digər tərəfə qoyuruq. If-dən birbaşa sonra gələcəyə çıxın, keçmişləri çıxın. Qaldı ya C ya D. Rain sözü yağış yağmaq mənasında feil kimi üçüncü şəxsin təkində is qəbul edir. İndiki zamanda axı üçüncü şəxsin təkidir it əvəzləyir. Doğru cavab D. Passive voice-ə keçirik. Deməli, feil sadə edlə düzəlibsə, keçmiş sadə zamandadır. Ya was olacaq, ya were. Mübtədə olduğu kimi qalıb çıxaq. Deməli, is olmaz. Əlbəttə ki, bizim artiklımız üzüdür sayın. Tamamlığımız xəbərdən sonra birbaşa gələn söz olur. Təkdə olduğu üçün was, keçmiş sadə zamanda da məhcumdan was üstəgəl past participle to. Deməli, broke the rules qaydaları pozmaqdır. Qaydanı pozandan sonra müəllim necə göründü? Əlbəttə ki, əsəbi. Definition istəyir. Courage, qorxulu situasiyada qorxunu kontrol etmək, yəni cəsarət. Literacy, oxuyub yazmaq. Priority deməli olacaq, nə isə daha vacib hesab etmək. B, A, C. Yəni B variantı. Antonimlər istəyir bizdən. Analyze, examine. Hər ikisi sınaqdan keçirməkdir. Deməli, recall remember, xatırlamaq. Acquire, gain, qazanmaq. Defend, müdafiə etməkdir nə isə. Attack, o da hücum etməkdir. İkisi fərqlidir. Belə düşünün də, bir ölkə hücum edir, o birisi öz ölkəsini müdafiə edir. Əks mövqeydədirlər. Antonimdə əks mənalıdır. Səbəb dəyişməkdir. Deyir, köhnə telefonu yenisindən dəyişdi. Exchange və trade. Gəlin baxaq indi short textdə. Deyir, bizim idman zalı bu deməli bazar ertəsi və çərşənbə axşamı bağlı olacaq. Üzvlər no extra cost, yəni əlavə məbləğ ödəniş olmadan deməli istifadə edə bilərlər bu hissədən və həmişəki saatlar deməli çərşənbə günü düzələcək. Yəni neçə gün davam edəcək bu? 2 gün. Deyir must pay a fee. Ödəniş ödəməlidir, amma no extra cost deyir. Deyir as usual on Monday. Həmişəki kimi açıq olacaq. Xeyr, bazar ertəsi və çərşənbə axşamı bağlıdır.
Daimidir, bağlanır. Permanently daimidir. Yox, ikicə gününə bağlanır. Sadəcə yeni üzvlər gələ bilər. Bu arada branch gecikmiş səhər deməkdir. Amma yox. Ümumiyyətlə, only short textlərdə demək olar ki, artıq gördük ki, səhv çıxır. Deyir, salam qrup. Yox, layihə görüşü deməli bugün deməli saat günorta bir dəqiqə baxım. Günorta bəli 2-də olan layihə görüşü iclası otaq 4B-də olacaq. Zəhmət olmasa çap olunmuş məqalələrinizi gətirin. Çünki rəqəmsal proyektdir hal-hazırda sınıb. Deməli, deyir ki, baxın, zaman məzmunu olan short textə diqqətli olmaq lazımdır. İclas vaxtı deyir, gec saata dəyişilibdir. Xeyr, otaq dəyişibdir. Bu səhvdir. Komanda öz məqalələrinin ksenokopiya variantlarını gətirməlidir. Çünki proyektlər işləmir. Bəli, müxtəlif məkanda baş verəcəkdir. Otaq dəyişib. Projector is ready, amma deyir broken, yəni sınıb. Ona görə səhvdir. Bir də cancelled, deyir sabaha kimi ləğv olunub. Xeyr, olacaq. Today deyir, baxın bugün. Ona görə düzgün cavab C-dir. Bu nə deyir deməli? Recipe instruction, reseptdir. 200 dərəcə üstündə deyir əvvəlcə isit. Sonra qəndi, yox, ərimiş yağı əlavə etmədən əvvəl un və qəndi qarışdır. Və tam deyir soyana kimi don't add the eggs, yumurtaları əlavə etmə. Baxın, deyir ki, mixture is hot, yəni mixer istəyirkən əlavə olunmalıdır. Xeyr, deyir, soyana kimi əlavə etmə. Deməli, soba, fırın deyir də tüşlər, yəni soba deyirik bizdə, nə deyirik? O deyir ki, bişirməyə başlayanda soyunmalıdır, əksinə isinməlidir. You should mix the butter with the flour first. Yağla unu qarışdırmalısan, yox, yağla qənd. Daha sonra unla qəndi. Unla qənd, bəli. Birinci ingrediyentlər. Deməli, baxın, mix the flour and sugar before adding the melted butter. Yəni, sən birinci ingrediyent də içində olan ləvazimatlardır. O qəndlə unu qarışdırmalısan. Bir də deyir ki, heç bir yağ tələb etmir. Xeyr, içinə yağ da qatmaq lazımdır. İndi baxaq mətnə. Mərkəzi Asiya deyir ki, Monqoliyanın köçəri xalqın evidir. Onlar deməli, geniş, açıq otlaqları ilə, belə deyək də, tanınır. Daha doğrusu, geniş, açıq otlaqlarda həyat tərzi, yeganə həyat tərzləri ilə tanınırlar. Və köçəri sözü də deyir ki, insanların bir yerdə yaşamadığını, yəni fəsillərlə hərəkət etdiyini göstərir, təsvir edir. Monqoliyan xalqı da bir neçə dəfə bir ildə öz atları, dəvələri, qoyunlarına görə təmiz ot tapmaq üçün səyahət edir. Çünki onlar tez-tez səyahət edir. Onlara asan daşına bilən evlər lazımdır. Onlar gers adlandırılan, deməli, ənənəvi evlərdə yaşayır. Bunlar dairəvi çadırlardır. Taxta çərçivədən düzəldilmiş və qalın qatları olan. Deyir ki, bu da qoyun yunundan düzəldilir və ailəni çox soyuq qış ayları ərzində isti saxlayır. Bu bütün ailənin işidir. Toplamaq, which only takes a few hours, sadəcə bir neçə saat deyir çəkir və içəridə deyir dekor çox rəhbərəkdir. Deməli, raqs belə əski parçaları deməkdir. Bir də deyir taxta mebellə bunlar çox rəngbərəngdir. Deməli, indi gəlin arxasına baxaq. Bir də köçəri ilə bir insanlardan danışır da. Hansı ki deyir, bu ən məşhur Monqoliyan festivalı Nadamdır. Bu 3 deyir kişi, bəli, insani daha doğrusu oyunlardır. Horse racing. Deməli, bir dənə nəzər yetirək. Aha, üzrlü sayın. Deməli, 3 insani oyunlardan. Mənli, tam olaraq bilsiz necədir tərcüməsi. Bir dənə onun izahını verim mən sizə. Mənli, yəni ki, hansı ki insani da, insana aid olan xüsusiyyətləri olan, bəli, belə 3 deyir, yəni əsas, necə deyim, oyunlardır. Hansı ki,
güclü, cəsur at yarışı, güləş, bəli. Bir də digəri at yarışı, güləş və deməli oxçuluq, bəli, ox atmaq və balaca uşaqlar deyir tez-tez at yarışlarında at sürürlər və bununla iştirak etməklə onlar cəsarət və güc göstərirlər. Bu adət-ənənələr də onların kimliyinin bir komponenti olan açardır. All of these customs make the Mongolian culture interesting for the world. Və bütün bu adətlər də Monqol xalqını dünyada, yəni Monqol mədəniyyətini daha maraqlı edir. Deməli, gəlin baxaq, mətn deyir əsasən nə haqqındadır? Mətn əsasən nə haqqındaydı? Deməli, əlbəttə ki, Monqol köçərlərinin həyat fəaliyyət-ənənələri haqqındaydı. Mətnə görə deyir səhvi seçin. İldə bir neçə dəfə köç edirlər, doğrudur. Daha sonra gir deyir yumru çadırdı. Bəli, bu da doğrudur. They almost travel to find fresh grass for the animals. Bəli, o da at qoyunlar üçün təzə otlar tapsınlar deyə hərəkət edirlər. Dekor çox rəhlidir. Many days deyir for a family to put up again. Bu bir neçə gün çəkir. Bir neçə gün almırdı, səhv etmirəmsə. Takes a few hours. Burada qeyd olunubdur, bəli. İndi buna görə də yəni səhvdir bu hissəsi. Düzgün cavabı istəyir. 3 yəni cəsur oyunlar hansılardır? Əlbəttə ki, adı ox atma, deməli, at yarışı və güləş. Mətnə görə tamamlayın. Onlar niyə orada yaşayır? Səhrada tək yaşamaq istədiklərinə görə yox, heç orada səhra sözü yoxdur. Deyir, onlar bütün il boyu bir yerdə yaşayır, xeyr, dəyişirlər, müasir evləri xoşlanmırlar. Sonra deyir, daş evlər tikməyə ağacları yoxdur, nə əlaqə? Əlbəttə ki, asan olsun deyə yerlərini dəyişmək. Mətnə görə doğru olanları seçin. Deməlidir, sadəcə yaşlılara icazə verir at sürməyə yarışlarda. Xeyr, uşaqlar da var idi orada. Daha sonra deyir ki, eyni yerdə yaşayırlar. Xeyr, different. Yəni, müxtəlif yerlərdə yaşayırlar. Deməli, bu da bir düzdür. Bir də o qalın qatlar, sıx qatlar onları istisnaq edir. 3 düzdür. Deməli, indi gəlin essiyə də baxaq. In the evening, gəlin yazaq. Kamal arrived home after the lessons. He was so hungry. But there was not a ready meal for him. Ya da to eat diye, yemeğe hazır yemek yok idi. Kemal was alone at home. At home. He deməli opened the fridge and looked for something. Yazaq, yemək nəsə bir şey axtardı. He was too tired. Dəqiqə. Tired. But he deməli çantasını yerə qoydu deyək də. Deməli but he put his backpack.
Misal üçün 10 zil sohbət divana qoydu. Kemal took vegetables and washed them. He made a delicious meal. He made a delicious meal himself. Yani o özü dadlı bir yemek pişirdi. Kemal ate it and was glad. In the end. 35 sözlərini keçdik. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 31, 32, 33, 34. Bəli, keçmişik. Sualınız olsa şərtdə qeyd edə bilərsiniz. Bir dəqiqə. Daha çox video üçün məni izləməyi unutmayın və sağ olun.